Doktor, deyək ki, bel yaxud çanaq ağrısı ilə bir pasient sizə müraciət etdi, diaqnozda təyin etdi, səbəbi bəlli oldu. Müalicəsi nədən ibarətdir? Burada belə deyək də biz inteqrativ tibb həkimləriyik. İnteqrativ tibb ümumiyyətlə xəstəyə fərqli yanaşır, xəstəyə individual yanaşır, fərdi yanaşır. Yəni burada yenə də diaqnostika etdik. Xəstəlik xronikdirmi? Yaşlı bir adamın xəstəliyidirmi? İllərmi əziyyət çəkir? İndi başlayıbdır, 3 gündür, 5 gündür ağrıya dözə bilməyib gəlibmi? Yəni burada yanaşmalar fərqlidir. Adətən belə deyim də, əksər bizə gələn xəstələr xronik xəstələrdir. İllərlə əziyyət çəkən, müalicə alan, ağrı kəsicilər uzun müddət istifadə edən, əvvəllər effekt verirdi, artıq effekt vermir ağrı kəsicilərə. Yəni bu cür xəstələr olur. Burada inteqrativ tibb müalicə üsulları həqiqətən də çox unikal müalicə üsulları var. Ən əsas müalicəmiz, belə deyək də, nəyə görə hər zaman bu müalicəyə üstünlük veririk? Çünki bərpa edici, regenerativ müalicədir. Artıq belə deyim, dünya regenerasiya üzərində qurur tibbi. Artıq onun axtarışındadılar. Hansı ineksiyalar, PRP-dir, kök hücrədir, digər ineksiyalardır. Yəni, nə edək ki, bərpa edici müalicə alınsın. Amma biz illərdir bundan məşğuluq, illərdir artıq bu bərpa edici, regenerativ müalicə ilə məşğuluq və hər zaman deyirik ki, ağrını kəsmək, simptomları aradan götürmək, xəstəliyin öhdəsindən gəlmək deyil. Çox qəribədir ki, doktor, bəzən biz izləyicilərimiz yazır ki, illərdir ağrıdan əziyyət çəkirəm və mən sevinirəm ki, yəqin ki, yazıb indi həkim istəyəcək. Xahiş edirlər ki, həkimlərdən maraqlanın, daha güclü, ən güclü ağrı kəsici hansıdır? Qətiyyən yanlış fikirdir. Ağrı kəsicilər, ağrı, mən hər zaman demişəm, ağrı orqanizmin fəryadıdır, harayıdır. Və nə yaxşı ki, ağrı hiss edirik. Nə yaxşı ki, ağrını hiss edirik. Ağrını kəsmək, bloklamaq, var olan problemi artırmaq deməkdir. Bugün bu beldə ağrı var idi, bugün bu çanaqda artroz var idi, dizdə artroz var idi. Ağrını kəsdim, yüklədim, öz işimlə məşğul oldum, şəhər bazarıma getdim, yükləri götürdüm. Nə baş verdi? Dərəcə artdı, var olan problem daha da irəlilədi. Ona görə ağrı varsa, deməli onun altında yatan bir səbəb var. Burada mütləq xəstə müayinə olundu, onun yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Xüsusilə yaşlı bir insanlarda yanaşı ürək-damar sistemi xəstəliyi olur, şəkərli diabet olur. Yəni bunlar nədir? Bunlar toplumda mübadilə pozğunluğudur. Yəni bu mübadilə pozğunluğu üçün orqanizmə bir vəhdət, vahid yanaşmaq lazımdır. Çünki bax dediyim kimi, əgər burada zamanımız olsa saysaq, bu ağrıların, hətta tənəffüsün belə çətin alınması birbaş çanaq orqanları ilə əlaqəsi olduğunu deyə bilərik. Yəni, orqanizm zəncirvari bir-biri ilə o qədər əlaqəlidir ki, yəni burada sadəcə mən sənin çanağını müalicə edirəm demək olmaz. Mən sənin belini müalicə edirəm demək olmaz. Orqanizmi vahid müalicə etmək lazımdır. Burada da inteqrativ tibbin çox, belə deyəm, unikal müalicə üsulları var ki, bunlardan drenaj detoksikasiyadır. Yəni, orqanizmə dediyiniz kimi illərlə qəbul etdiyi ağrı kəsicilər, hormonal, kimyəvi maddələr bədəndə toksin yaradır, hətta hüceyrə səviyyəsində yaradır. Yəni, bu seçici müalicə üsulu və biotənzimləyici preparatlar bizə imkan verir ki, həm hüceyrə daxili, həm hüceyrə xarici toksinlərdən orqanizmi azad edək. İnanın ki, bəzən heç xəstənin var olan probleminə, ağrı verilən probleminə toxunmamış, orqanizmə verdiyimiz drenaj detoksikasiya ağrının 50-60%-ni azaldır. Çünki ağrı olan yerdə asidoz olur, yəni bədənin turşulaşması. Turşulaşma olan yerdə mütləq ağrılar qalxır. Yəni etdiyimiz drenaj birinci növbədə asidozu götürür, mübadiləni yaxşılaşdırır, qan dövranını yaxşılaşdırır, iltihabi proses varsa ona qarşı yönəldirik. Yəni belə deyək də, burada da standart... Doktor, üzr istəyirəm, bu əsas müalicədən öncə mi olur, yoxsa paralel olur? Yəni, öncə başlayırıq, paralel olaraq gedirik. Çünki xəstənin ağrısı var, mən onu deyə bilmərəm, sən gözlə bu drenaj bitsin, ondan sonra gəl yanıma. Başlayırıq drenaj detoksikasiyadan və paralel olaraq xəstəliyin müalicəsindən.